Bakı şəhərində ən dadlı, ləzzətli yeməklər harda? Ancaq Beyləqan Kabab evində. Sizcə Seymur Usta düz deyir? Əvvəl mən də elə düşünürdüm ki, bu məkanı çox şişirdirlər, ta ki gedib dadana qədər. Hətta ilk dəfə daddığım yeməklər belə burada olub. Misal üçün heç vaxt ələngə yeməmişdim. İlk burada yedim, çox xoşuma gəldi. Seymur Ustanın bişirdiyi şirəli dananın əti isə sanki pambıq idi. Qaymaqlı göbələkli can əti isə yediklərimdən ən dadlısı idi. Bəs deyirlər ən dadlı balıq dəniz kənarında məkanlarda olur. Məncə ən dadlı kabab da, balıq da məhz elə bu məkandaydı. Bilirsiniz, bura nəyi xatırladır? Uşaq vaxtı atalarımız, babalarımız bizə həyətdə kabab çəkirdi. Sanki onu xatırladır buradakı ləzzətlər. Bu təndirdəki çolpanı da unutmayaq, çox-çox ləzzətli idi. Burada məhsullar təzə və keyfiyyətlidir, ətlər Beyləqan ətləridir. Balıqları belə şəxsən özləri yetişdirir. Videonun əvvəlində göstərdiyim kimi yepyeni kabinetləri də var. Rahat-rahat ailənizi gətirib əyləşə bilərsiniz. Bura Neftçilərdən Razinə gedən yolda yerləşən Beyləqan ailəvi restorandır.